Artıq 4 ildir ki, görkəmli maarifçi, ədəbiyyatşünas və müəllim Firidun bəy Köçərlinin doğum günü onun əsasını qoyduğu tarixi Qazax müəllimlər seminariyasında Ada Universitetinin Qazax mərkəzində qeyd olunur. Azərbaycanın müxtəlif bölgələrindən olan müəllimlər seminariyanın tarixi missiyasını davam etdirərək müəllimlik peşəsinin nüfuzunun artırılması və müəllimlik ənənələrinin bərpası məqsədi ilə bir araya gəlirlər. Bu il isə 20 illiyini qeyd edən Ada Universitetinin müəllimləri yenidən burada, məhz seminariyada Firidun bəyin maarif işığının ətrafına yığışdılar. Firidun bəy Köçərli irsi, tədris və tədqiqatlarda mükəmməlliyin başlanğıcı mövzusunda keçirilən tədbirdə iştirak üçün Ada Universitetinin müəllimləri vaxtı ilə Qoridən Qazaxa qatarla gələrək seminariyanın əsasını qoyan Firidun bəyin izi ilə Bakıdan Qazaxa səfər etdilər. Nə gözəl mənzərədir. Adanın bütün müəllimləri burada yığışıb süfrə ətrafına söhbət eləyirlər, yemək yeyirlər. Bu bir növ o deməkdir ki, biz öz məqsədimizə çatmışıq. Çünki bu seminariyanın və o xüsusilə də müəllimlər evinin açılmağın məqsədi bax o idi. O müəllimlər evinin dizaynı olanda bu mənzərə, bu şəkil hər zaman müzakirə olunurdu ki, müəllimlər gələcək, yığışacaqlar süfrə arxasına, çay arxasına, söhbət eləyəcəklər, təhsildən danışacaqlar və artıq 5 il sonra tam müəllim heyətində, əlbəttə ki, bura müəllimlər tez-tez gəlir, gedir, bu baş verdi. Tədbirin açılış mərasimində artıq 14 cildi işıq üzü görən Azərbaycan qəzetinin transliterasiyası üzərində çalışan filoloq, tərcüməçi Azad Ağaoğlu 1918-1920-ci illərdə Firidun bəy Köçərli və Qazax müəllimlər seminariyası Azərbaycan qəzetində əks olunan tarixi məqalə və məlumatlar mövzusunda məruzə ilə çıxış etdi. 1918-ci ilin 13 oktyabrında qəzetin 13-cü nömrəsində qısa bir xəbərlə başlayır. Bu xəbər belədir. Qori Darülmüəllimininin müsəlman şöbəsi Qazax şəhərinə köçmüşdür. Darülmüəlliminin nazirliyinə, yəni müdirliyinə məşhur müəllim Firidun bəy Köçərli təyin edilmişdir. Bu xəbərlə Azərbaycan qəzetində seminariya və Köçərli başlayır. Əlbəttə, bundan əvvəl də var, yəni hökumətin müsəlman şöbəsini Azərbaycana köçürmək haqqında qərarı var. Amma bunlar qəzetdə öz əksini tapmayıb təəssüf ki. Çünki qəzet bilirsiniz ki, biraz gec nəşrə başlayıb. Bu torpaqlarda bir zamanlar müəllim sözü müqəddəs sayılırdı. Qazax müəllimlər seminariyasının divarları hələ də o səsləri xatırlayır. Maarifin, elmin və vicdanın səsini. Bugün isə həmin irs yenidən canlanır. Ada Universitetinin Qazax mərkəzində keçirilən Firidun Köçərli irsi, tədris və tədqiqatlarda mükəmməlliyin başlanğıcı adlı tədbir keçmişlə bugünü bir araya gətirir. Daha sonra tədbir Ada Universitetinin müəllimlərinin iştirak etdiyi təlim və tədrisdə yenilikçi yanaşmalar və Tədqiqat Universitetinə aparan yol mövzularında panel müzakirələri ilə davam etdi. Burada müəllimlik peşəsi, müəllimlərin gələcək nəsillərin yetişdirilməsindəki rolu, gənclərlə işləməyin xüsusiyyətləri, universitetlərdə tədris və tədqiqat arasında balansın əhəmiyyəti mövzuları müzakirə olundu. İlin nümunəvi tərtib olunmuş fənni nominasiyasının qalibi olan müəllimlər Blackboard platformasında hazırladıqları elektron dərs səhifələrini nümayiş etdirərək bu platforma vasitəsilə tələbələrin öyrənmə prosesinə daha uğurlu cəlbinin yollarını müzakirə etdilər. Ada Universiteti mənə elə gəlir ki, Azərbaycanın tarixi ilə müasirliyini bağlayır. Təhsil, maarifçilik ideyaları vasitəsilə bir tərəfdən bizim tarixdə olan maarifçilərə elə bir ki, onlara minnətdarlığını bildirərək onları tanıdır.
İndi belə baxanda Firidun bəy Köçərlinin heç ölən yeri məlum deyil. Amma onun ideyaları görün necə tanınır, necə qiymətləndirir ki, biz hamımız bu gün onun ad gününə yığışmışıq burada. Mənə elə gəlir ki, bu öz-özlüyündə böyük bir dəyərdir və ADU Universitetinin Azərbaycan tarixinə, Azərbaycan tarixində böyük şəxsiyyətlərə verdiyi dəyərin təzahürüdür. Öz müəllimlik fəaliyyətimdə istifadə etdiyim metodlardan danışarkən sözsüz ki, innovativ metodlardan istifadə etməyə çalışıram. Yəni bir müəllimin innovativ metodlardan istifadə etməsi üçün gərəkən şərtlərin olması hər bir institutda vacibdir. Bunu da qeyd etmək istərdim. Yəni bir müəllimin ən yaxşı şəkildə özünü tələbələrinə təqdim etməsi üçün təbii ki, onun öz universitetindən dəstək aldığını bilməsi önəmlidir və bundan əlavə təhsil və təlim haqqında müəyyən biliklərə malik olması çox önəmlidir və bunun üçün daim olaraq öz üzərimizdə işləməyin, öz üzərimizdə çalışmağın, yeniliklərdən xəbərdar olmağın, tələbələrimizdən öyrənməyin düşünürəm ki, əhəmiyyəti böyükdür. Tədbir çərçivəsində çıxış edən Qazax Müəllimlər Seminariyasının idarə heyətinin üzvü Qalib Məmməd ADU Universitetinin bu tarixi məkanda 2020-ci ildən başlayan yolunu təsvir edərək belə təhsilin Firidun bəy Köçərlinin və Qazax Müəllimlər Seminariyasının irsinin bərpası, məkanla müəyyənləşən düşüncə mövzusunda çıxış edərək ADU Universitetinin Qazaxdakı gələcək planları barədə ətraflı məlumat verdi. Keçmişdən gələn müəllim ənənəsi bugün müasir akademik mühitdə davam etdirilir. ADU Universitetində müəllim və professor heyətinin fəaliyyəti diqqətlə dəyərləndirilir. Tədrisdə və elmi tədqiqatlarda fərqlənən əmək xüsusi önəm daşıyır. Bu yanaşmanın nəticəsi olaraq il ərzində seçilən müəllim və alimlər mükafatlandırılır. İlin müəllimi və ilin alimi mükafatları akademik zəhmət verilən rəsmi dəyərin ifadəsidir. Bu çox elə mənalıydı, çoxdandır. Bir yerə toplaşmırıq, bir-birimizi görmürük. Bu dəfə əlbəttə bütün kollektivi yığa bilmədik, amma müəyyən hissəsi buradadır. Və yenə deyirəm, ADU Universitetinin bu məkanda öz fəaliyyəti haqqında, gələcək planları haqqında eşitməyiniz çox yaxşı oldu. Mən də bu tədbirə bir daha ona görə minnətdarımı bildirmək istərdim ki, mən də elə bəzi müəllimləri yenidən tanıdım. Hamınıza minnətdaram. Minnətdaram ki, siz əsas missiyanızı çox istəklə, fərəhlə yerinə yetirirsiniz. Onsuz ADU Universitetinin müvəffəqiyyəti olmaz. Mən xahiş edirəm ki, bu həyəcanı, bu sevgini həmişə saxlayasınız özünüzdə. Akademik nailiyyətlərin və fədakar əməyin dəyərləndirildiyi təltif etmə mərasimindən sonra tədbir Azərbaycan Milli Musiqisinin seçmə nümunələrindən ibarət bədii proqramla davam etdi. Firidun Köçərli irsi tədris və tədqiqatlarda mükəmməlliyin başlanğıcı adlı tədbirin əsas məqsədi də məhz bu irsin müasir təhsil və elmi mühitdə yaşadılması idi. Çünki Firidun bəy Köçərli irsi hüdudsuzdur. Onun müəllimliyi ilə bağlı öz dövründə səsləndirdiyi kəlam indi də aktuallığını qoruyur. O müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir. Seminariyada aldığınız elm və tərbiyəni elə yüksək və hündür məqamda saxlayın ki, nur ətrafı da işıqlandıra bilsin deyib. Əslində bu sözlər təhsilin müqəddəsliyini xatırladır. Müəllimin cəmiyyət qarşısında daşıdığı məsuliyyəti bir daha önə çıxarır. Bununla yanaşı
yanaşı onun irsinin dünən də, bugün də yaşadığını və köçərli nurunun gələcəyə də işıq salacağını göstərir.